Əla. Deməli, bir daha vurğulayıram, dərsimiz kimyəvi rabitədir. İki hissəyə bölmüşəm. Bugün daha çox kovalent rabitənin üzərində dayanmaq istəyirəm, çünki deyəcəklərim çoxdur. Deməli, elementlər arasında rabitə yaranan zaman bilirik ki, valent elektronlar iştirak edir. Və dərsi çox sadədən mürəkkəbə doğru sistemləşdirmişəm. Ona görə ilk bir-iki cümlə sizə sadə gələ bilər, amma onu təkrar üçün deyirəm. Daha sonra mövzumuz çətinləşəcək, çünki miqve sertifikasiya səviyyəlidir. Yaddaş üçün deyirəm. Ümumiyyətlə dərslərimizin özü də sadədən mürəkkəbə doğru bu prinsiplə işlənilir. Çünki hamı hər şey yəni yadda qalmır, tez unudulur. Xülasə, başlayaq. Deməli, elementlər arasında kimyəvi rabitə yaranan zaman biz bilirik ki, kovalent, daha doğrusu valent elektronlar iştirak edir və bu valent elektronların istiqamətlənməsi, yerinin dəyişməsi o həmin rabitənin deməli yaranmasına, həmin rabitənin yaranmasını meydana gətirir. Hansı rabitə olacağın deməli dəlalət edir. Hansı ki, kovalent rabitədə yarana bilər. Bu istiqamətlənmədən çox şey asılıdır. Ümumiyyətlə biz deməli kimyəvi rabitənin növünü dəqiq bilmək üçün bizə polyarlıq anlayışı bilməliyik və bu polyarlıq anlayışı da nədir? Molekulda və ya rabitədə elektron sıxlığının deməli elektron sıxlığının yer dəyişməsidir. Yəni qütbləşməsidir. Elektron sıxlığı da nə vaxt yerini dəyişir? Deməli elektron sıxlığı elektromənfiliyi az olandan çox olan elementə tərəf gedir. Aha, indi mən elektromənfiliyi dedim. Deməli dərslərimizin özəlliyi də biz indi abituriyent deyilik. Qarışdırıram mövzuları və digər dərslərə də toxunuruq. Deməli elektromənfilik dedim. Elektromənfiliyə gəlmək üçün bizə iyonlaşma enerjisi və elektron hərislik bunlar lazımdır. Elektromənfilik sırasını bilməliyik. Ona görə bir qısa təkrar edək, sonra qaydaq öz mövzumuza. Deməli, elektromənfilik sırasını yazın. Bircə saniyə. Deməli, elektromənfilik nədir? Biz rabitəni öyrənərkən elektromənfilikləri bilməliyik. Elektromənfilikləri yazıram, baxın. Flor, oksigen, xlor, azot, yod, kükürt, karbon, fosfor, hidrogen, bor və silisium. Soldan sağa, daha doğrusu solda duran, sağda duranın elektronu alır. Bax, belə yadda saxlayaq. Məsələn, hidrogen silisiumun elektronunu aldığı halda kükürdə elektronu verəcək. Və yadımıza daha bu elektromənfilik sıramız, daha sonra yadımıza salaq nəyi? İyonlaşma enerjisi. İyonlaşma enerjisi nədir? Deməli, iyonlaşma enerjisi birinci, ikinci, üçüncü iyonlaşma enerjisi var. Birinci iyonlaşma enerjisi sıfır oksidləşmə dərəcəsi üçün baxılır. Dövrlər üzrə soldan sağa doğru getdikcə deməli iyonlaşma enerjisi böyüyür. Çünki radius kiçilir. Radiusla iyonlaşma enerjisi belə deyək də tərsdir. Və istisnalar var. İkinci qrupla üçüncü qrup arasında yerin dəyişir. Mən keçən dərsimizdə izah etmişdim. Öz dərsimizdə daha doğrusu izah etmişdim. Niyə? Bunun da səbəbi kürəsiyel simmetriyadır. Bir də 5 ilə 6. Yəni biz soldan sağa getdikcə artır deyəndə 1 kiçikdir, 2 kiçikdir, 3 deyirik. Amma orada kürəsiyel simmetriya söhbəti ortaya düşdüyü üçün, deməli 1 kiçikdir 3, elə deyincə yazımda 1. Biz bilirik ki 1 kiçikdir 2 olmalıdır, kiçikdir 3 olmalıdır. Biz belə deyirik. Belə yazın. Sonra bu da kiçikdir 5, kiçikdir 6, kiçikdir 7, bu da kiçikdir 8. Amma deməli 2 və 3-cü qrup arasında, bir də 5 ilə 6-cı qrup arasında bu belə deyim yerin dəyişir. Yerində 1 kiçikdir 3-dən, o da kiçikdir 2-dən, kiçikdir 4-dən, o da kiçikdir 6-dan. Yəni 5-ci qrupun iyonlaşma enerjisi 6-dan böyükdür. O da kiçikdir 5-dən, sonra 7 və 8 gəlir. Səbəbini də dərsdə vurğulamışam, kürəsiyel simmetriyadır. Sonra bu birinci iyonlaşma enerjimiz. İkinci iyonlaşma enerjisi nədir? Bu birincidir, bura yazıram. İkinci iyonlaşma enerjimiz isə müsbət bir halı üçün baxırıq. Məsələn, alüminium olsun müsbət, xlor 17, bu da olsun müsbət 1. Hamısı müsbət bir hal üçündür. Natriumda müsbət 1, 8. Mən bunların elektron təbəqələrin elektronları yazıram. 2, 8, deməli 2. Birin axı bu plusdur, elektronun birini verib. Burada isə 2, 8, 6. Burada isə 2, 5. Mən baxıram birinci radiusa, iyonlaşma enerjisi tapmaq üçün birinci radiusa, körpü radiusdur. Radiusda təbəqələrin sayına baxırdım. Hansı böyük idi? Onun radiusunu böyük götürürdüm və xarici energetik səviyyəsində elektronun az olanı böyük idi. Yəni burada xlor böyük idi.
Deməli, xlor böyükdür, alüminium o da böyükdür, o da böyükdür, natrium belə götürürdük. Amma iyonlaşma enerjisi tərsinə olur. Natrium böyükdür, alüminium böyükdür, xlor. Baxın, bu hal deməli bu cür formalaşır. Üçüncü iyonlaşma enerjisi isə müsbət 2 hal üçün hesablanır. Məsələn, götürək fosfor, tutaq ki, müsbət 2, oksigen 8 müsbət 2 və olsun kalsium 20 müsbət 2. Yenə bunların elektronlarını yazıram. Deməli, fosfor bu 15-dir, ikisini verib, olub 2, 8, 3, 13. Oksigen ikisini verib, 8 idi, 2, 6. Deməli, olub 2, 5. Deməli, oksigen olub 2, 6. 2, 6-dır. 2 elektron verəcək, olacaq 2, 4. Hamısını yazın, daha sonra yazaram. Kalsiumda 2, 8, 8. Deməli, burada 2, 6-da olacaq 2, 4. Deməli, mən burada yenə radiusa baxıram. Təbəqəsi hansı böyükdür? Fosforla kalsiumunki böyükdür. Oksigeni hələ saymayacağam. Təbəqələri eyni olanda bəs hansı hala baxırıq? Təbəqədə elektronu az olsun radiusda. Deməli, fosforun radiusu böyükdür kalsiumun. O da böyükdür oksigendən. Təbii ki, müsbət 2, müsbət 2, müsbət 2 hal üçün. İyonlaşma enerjisində isə tərsinə götürəcəm. Oksigen müsbət 2 böyükdür kalsium, müsbət 2 o da böyükdür fosfor, müsbət 2 olacaq. İyonlaşma enerjisi bildik. Ümumiyyətlə, iyonlaşma enerjisi nədir? Neytral atomdan, burada çox maraqlı sizə bir hissə vurğulamaq istəyirəm. Deməli, iyonlaşma enerjisi nədir? İyonlaşma enerjisi neytral atomdan bir elektron qoparmaq üçün sərf olan enerjidir. Və fikir verin, burada tərifdə dedim ki, sərf olan. Amma elektronlu hərislikdə isə neytral atoma bir elektron birləşən zaman ayrılan enerji. Orada bir hissədən yadımızda saxlayaq, bir yeri qeyd eləyək ki, ayrılan enerji istilik nə vaxt ayrılır? Eksotermik proseslərdə bir inteqrasiya edək istilik effekti dərsinə. Deməli, elektron alarkən enerji ayrılırsa, deməli, eksotermik prosesdir. Amma elektron qoparkən isə istilik sərf olur, istilik udulur. Bu da endotermik prosesdir. Elektronu hərisliyi bildik və ikisinin də vahidi kilojol bölü moldur. Biz bura kimi niyə gəlirik? Çünki bizim yolumuz gedib çıxır elektron mənfiliyə. Biz elektron mənfiliyə çatmalıyıq. Ona görə mən bir qısa təkrar elədim. İyonlaşma enerjisi nədir? Və elektronun hərislik nədir? Deməli, elektromənfili iyonlaşma enerjisi ilə elektronun hərisliyi ikisinin cəminin yarısına bərabərdir. Və etalon litium atomu götürülür, 1-ə bərabərdir. Şərt olaraq qəbul olunur. Ən yüksək elektromənfilik flordur, 4-ə bərabərdir. Ümumiyyətlə, metallarda 2-yə bərabərdir. Amma biz orada ağır metalları nəzərə almırıq. Və ümumiyyətlə, deməli, birləşmədə rabitənin növünü təyin etmək üçün orada elementlərin elektromənfiliklər fərqinə baxırıq. Əgər elektromənfilik fərqi 1.7-dən çoxdursa, biz ona iyon rabitə deyəcəyik. 1.7-dən az olsa, biz ona kovalent rabitə deyəcək, dəyərli müəllimlər. Bir qısa təkrar elədik. Daha sonra gəldik rabitələrə. Kovalent rabitə ümumi elektron cütünün yaranması ilə yaranan, deməli, ümumi elektron cütünün hesabına yaranan rabitədir. Kovalent rabitə universal xarakter daşıyır. İki elektronlu, iki mərkəz rabitə deyirik və biz biz məsələn kovalent rabitədə kovalent rabitə özü də 2 yerə bölünür. Qeyri-polyar və polyar, qeyri-metallar arasında yaranır kovalent rabitə. İki qeyri-metal arasında yaranansa qeyri-polyar olur. Amma iki eyni qeyri-metal arasında yaranan kovalent rabitə qeyri-polyardır. Amma müxtəlif qeyri-metal atomlar arasında yaranan rabitə isə polyardır və bunu şərti işarələrə biz belə göstəririk. Deməli, polyar, belə deyək də, qeyri-polyardısa, bax bu işarə ilə göstərilir. Polyardısa, bu müsbət mənfi göstərir. Əgər iyon rabitədirsə, iyon, onda deməli, belə deyək də, qütbləşmə tamamilə baş verib və ayrılıb, mənfi və müsbət ayrılıb. Və bunu da vurğulayım ki, atomlar, deməli, molekul yaradarkən elektron alıb verib, elektron ya alır, ya verir. Nəyə görə? Özün, deməli, təsirsiz elektron konfigurasiyaların təsirsiz qazların konfigurasiyalarına bənzətmək istəyirlər. Fərqi yoxdur. Eləsi var, 7-si var, birini alacaq olacaq. Eləsi də var ki, bu bir dənə
tutaq ki natriumdur. Bunda xarici elektron təbəqəsində bir elektron var. Bunun girdisini almaqdansa elə bu bir dənəni də verir özün bənzədir təsirsiz qazlara və bu zamanda özlərin dublet və oktetə tamamlayırlar konfigurasiyaların. Oktetdə nədir? Oktetdə deməli xarici energetik səviyyəsində 8 olsun. Yəni məsələn bura yazıram kükürt 16 olsun bu -2. Burada bax bunun konfiqurasiyası belədir. 2 8 6-dır. 2 8 8-dir. Bax üzr istəyirəm. 8 yoğunluğunu yazdım. 8-dir. Baxın, xarici energetik səviyyəsi 8-dir. Amma dubletdə isə bir xətt olsun. Və məsələn lityum 3-dür. Bu olsun müsbət. Olacaq onda burada 2 bu ionun konfiqurasiyası. Bor 5-dir. Olsun müsbət 3, bu olacaq 2 yenə. Hidrogen də 1-in alsa olacaq 2. Bu da dublet qaydasına uyğun gəlir dəyərli müəllimlər. İndi mən nə demək istəyirəm? Mən buranı biraz kifayət qədər səhvim var. Aha, istədim təmizləyim, amma kifayət qədər səhvim var. Bunu belə edim. Aha. Deməli, gəlin, tutaq ki, ən sadə azot atomundan başlayaq. Azot molekulunda olan rabitəyə bir qısa baxış ataq. Sonra biraz üzvdən nümunə gətirim. Biraz qeyri-üzvdən. Sonra keçək kovalent rabitənin hesablanmasına. Çünki bu dərsin demək olar ki, 80%-in kovalent rabitənin tapılmasına həsr etmişəm. Deməli, başlayaq. Azotu yazıram. Azot 7. Bunun elektronların paylayım 2, 5. Elə deyil. Yəni 1s2, 2s2, 2p3. Elə deyil. Mən burada baxıram p-sinə. 3 elektronu var və 3 deməli bilirik ki, bir orbitalda deməli paylama qanuunu dövr sistem dərsini izah etmişdim. Niyə görə bura yazmırıq? Maksimum cəmi müsbət olmalıdır. Daha doğrusu cəmi maksimum olmalıdır. Deməli yazdıq. Və görürəm ki, bir azot atomunda 3 dənə tək elektron var. Biz bayaq nə dedik? Elementlər kimyəvi rabitə yaradarkən tək elektronundan istifadə edir. Bircə saniyə mesaj gəlib. Aha. Mesajınızı indi görürəm. Harda natrium 11 olmalıdır? Onu bir də dərsi sonunda zəhmət olmasa vurğulayarsınız. Demin fikrimiz yanmasın. Əgər yuxarıda iyonlaşma enerjisindən söhbət gedirsə burada, mən yazmışam burada natrium. 8 yazmışam, düz deyirsiniz. Aha, çox sağ olun. Aha, 11 yazıram, 11. Aha. 11, aha. Mən nə adla onu elə yazmışam? Aha, davam edək. 8, yəqin oksigen yazmaq istəmişəm, natrium yazmışam. Aha, yəni orada əsas məqsəd odur ki, birinci təbəqələrin sayına baxırıq. Təbəqələrin sayına baxandan sonra əgər eyni olarsa, iyonlaşma enerjisindən söhbət gedir. Təbəqələrin sayı eyni olarsa, nə edirik? Təbəqədəki elektronlar sayına baxırıq. Əgər indi orada bir şey də var, biz dərsimizi keçəndə onu vurğulamışdım. Deməli, əgər iki atomu müqayisə edirəmsə, daha doğrusu ionu müqayisə edirəmsə, onun deməli təbəqəsinə baxıram. Təbəqənin sayı eynidir. Okay. İndi keçirəm. Təbəqənin sayı eyni olanda bəs hansı xüsusiyyətinə görə müqayisə edirəm iyonlaşma enerjisini? İyonlaşma enerjisini keçmək üçün onun birinci radiusu müqayisə edirəm. Deməli o həmin təbəqədə elektronların sayı az olan radiusu böyükdür. Və deməli belə götürək də təsadüfən elektronların da sayı bərabər oldu. 2 8 8 2 8 8 onda nə edəcəm? Sıra nömrəsi az olanın radiusu böyük olacaq. Sıra nömrəsi az olanın radiusu böyük olacaq. Aha. Mənim diqtaziyerim qələm hara getdi? Aha, burada. Davam edək. Deməli biz burada bildik ki, orada böyük ehtimal mən oksigen yazmaq istəmişəm, götürüb natrium yazmışam. Deməli azotda 3 tək elektron var. İndi azot molekulda 2 azot atomundan ibarətdir və burada da bu deməli 3 tək elektron eyni qayda ilə istifadəyə verir və biz bilirik ki, rabitə bir xəttdir. O da və yaxud da 2 nöqtə ilə göstərilir. Yəni burada 3 qat rabitə əmələ gəldi. Növbəti dərsdə izah edəcəm. Bu 3 xəttdən biri sigmadır, ikisi pidir. İkisi pidir. Davam edək. Məsələn, bir də nümunə yazım. Tutaq ki, H2S. Deməli, kükürdü açıram, 16-dır. 2, 8, 6. Deməli, 3S2, 3P4-dür. Mən bunu, deməli, 1, 2, 3 və 4. Deməli, 2 tək elektronu var. Baxın, yazıram. 2 tək. Biri buradadır, biri də burada. Deməli, hidrogen də bir tək elektronla belə yazıram. Gəlsin. Bax, bu cür. Və rabitə yaranacaq. Aha.
Daha sonra və rabitə yaranır. İndi belə bir sual düşə bilər. Cəmi neçə elektron var? Cəmi neçə elektron var deyəndə H2S-dir. Bunda 16 elektron var, bunda 2. Cəmləyirəm 18 elektron olacaq. İndi sizə maraqlı bir sual. Bunun neçəsi rabitə yaradır? Neçəsi rabitə yaradır? Deməli, burada bir də ehtiyac yoxdur. Bir-bir oturum sayım, hansı orbitalları çəkim. Ehtiyac yoxdur ona. Baxıram, neçə rabitə var? Deməli, kükürddən neçə xətt çıxır? Tutaq ki, buna yazıram belə 2. Bunun hərəsində 2 elektron əmələ gətirdiyi üçün, deməli, bir xətt 2 elektrondursa, 4 xəttimdə 4 elektron rabitə yaradır. Və 14-ü yaratmır. İndi bu nəyə lazımdır? Belə bir sual düşür. Tutaq ki, H molekulunda rabitə yaradan elektronların sayı ümumi elektron sayı neçə faizini təşkil edir? Həmin dəqiqə hesablayırıq. Biraz üzvüyə müraciət edək. Biraz üzvüyə müraciət edək. Görək orada nə var, nə yox. Məsələn, etan C2H6. Deməli, çəkirəm. Hidrogenlərin yazıram. 3, bunda 3 dənədir. Bunda da 3 dənədir, dəyərli müəllimlər. İndi deyirəm, cəmi neçə elektron var? Karbonda 6-dır elektron. 2 dənədir 12. 6 dənə də hidrogəndə, elə də 18. 18 elektron var. İndi bunun neçəsi rabitə yaradır? Neçəsi rabitə yaradır? O, həmin dəqiqə rabitələrimi sayıram. 1, 2, 3, 4, 5, 6, 7. 7 rabitən var. Bunun hərəsində 2 elektron əmələ gətirdiyi üçün, deməli 14 elektronum rabitə yaratmada iştirak edir. 18-in 14-ü rabitə yaradır, 4-ü isə rabitə yaratmır. Eyni qayda ilə digər molekulalara baxa bilərəm. İndi biraz üzvüyə keçid edək. Məsələn, fosfor 4, bu ağ fosforun quruluşudur. Ağ fosforun quruluşunu biz yazmağı bacarmalıyıq. Baxın, bu cür. Birini də bura yazaq və hər fosfordan 3 rabitə çıxmalıdır. Və ağ fosforda cəmi neçə elektron var? Fosforun protonu 15, neytral halda proton və elektronlar sayı bərabər olmalıdır. Və biz 15-i yazdıq. Deməli, bir fosforda 15 elektron var. Burada 4 dənə fosfor varsa, burada cəmi 60 elektron var. Cəmi 60 elektron var və indi belə bir sual meydana gəlir. Neçəsi rabitə yaradan elektrondur? Neçəsi rabitə yaradır? Rabitələrimi sayıram. 1, 2, 3, 4, 5, 6. 6 xəttim 1-in 2 elektron yaratdığı üçün 6-nı vururam 2-yə, deməli 12. 12-si rabitə yaradır. 60-dan 12-si rabitə yaradır, 48 yaratmır. Sual düşə bilər. Rabitə yaradanın, bayaq dedim, rabitə yaradan ümumi rabitənin neçə faizini təşkil edir? Rabitə elektronların. Amma burada belə də düşə bilər. Rabitə yaradan elektronlar sayı rabitə yaratmayan neçə faizdir? Yəni molekulu açıb görmək lazımdır. Eyni qayda ilə S8-ə baxa bilərik. S8. Bu belə də yazıla bilir. Kristallik kükürddən söhbət gedir. 8 oldu mu? 1, 2, 3, 4, 5, 6, 7, 8. Aha. Deməli, burada kristallik kükürdüm 16-dır. 16-nı 8-ə vururam. Burada 16 vur 8 qədər elektronum var. Sonra sual verəcək ki, neçəsi rabitə yaradır? Neçə rabitəm var? 1, 2, 3, 4, 5, 6, 7, 8. 2-yə vururam. 16 elektronu rabitə yaradır. Digəri isə yaratmır. Dəyərli müəllimlər, biraz burada təmizləyişi görün. Niyə silmədi? Nə də səhifəm var? Öyle səhifəni açın. Aha. Daha sonra bəzilərimizin qorxulu rüyası pliti açaq. Gəlin pliti açaq. Ferium S2. Üzrsən. Bir qapını açın. Aha. Deməli, ferium S2. Dəmir. Aha. Kükürdür ki. Və bu pirit molekuldur. Piriti açaq. Dəmir. Bir kükürd və iki kükürd arasında deməli, rabitə yaranır. Burada biz kovalent rabitə bax, budur ha. Qeyri-polyar kovalentdir. Biz bu dəmirlə kükürd arasında rabitəyə kovalent deyə bilərik. Bu iyondur. İyon qeyri-metal arasında yaranır. Kovalent rabitə isə, indi onu gələn dərs özüm izah edəcəm. İki qeyri-metal arasında yaranan deməli, rabitə kovalent rabitədir. Eyni qayda ilə kalsium karbidi açıram. Deməli, kalsium bir ox çıxır karbona. Buradan deməli 2 karbon var və 2 karbon arasında məsafə də, 2 karbon arasındakı məsafə də, daha 2 karbon arasındakı rabitə də 3 deməli 3 qat olur. Niyə? Çünki karbon 4 valentlidir. Ondan belə loru dildə desək 4 xətt çıxmalıdır.
Ya belə, ya belə, fərqi yoxdur. Bu indi növbəti dərsimiz deməli hidrogen rabitəsi metal ion. Vaxtımız qalsa hibridləşmədən də möhtəşəm hibridləşməyə aid möhtəşəm sözlərim olacaq. Hibridləşmədə onu lap yaxşı izah edəcəm. Deməli, biz bilirik ki, karbonun 4 valentlidir və 4 qat çıxır. Bundan bu üçü də kovalent rabitədir. Biri siqmadır, ikisi pidir. Deməli, 3 xat görsək, biri siqmadır, ikisi pidir. Niyəsini də izah edəcəm birləşmə dərsində. Sonra barium peroksidə baxaq. Barium, 2 dənə oksigeni yazıram. Oksigenlər ekvivalentli olmalıdır axı. Ona görə bunlar arasında da rabitə var. Bir qeyri-polyar rabitə var. 2 dənə də ion var. İon. İon. Baxın, bu da iondur, bu da ion. Qeyri-metal və metal arasında yaranan rabitə iondur. İndi biraz üzvüyə inteqrasiya edək. Xoşum gəlir. Bu dərsi həm oradan nümunə çəkməklə, həm də həm üzvü, həm də qeyri-üzvüdən nümunə çəkərək izah etmək maraqlıdır. Belə bir molekul yazıram və deyirəm ki, burada neçə qeyri-polyar var? Burada neçə polyar var? Deməli, baxıram. Burada molekulu açıram. Baxın, bu karbon, 2 dənə hidrogenin yazıram, səliqəli. 2 qat rabitəsi, karbon, yenə yazıram, xlorun, 1 qat karbon, 3 qat, yenə karbona hidrogenlərin yazıram və karbon 3 dənə hidrogenin yazıram. Və baxıram. Deməli, deməli, karbonda burada karbon və hidrogen arasında qeyri-polyarlar karbonlar arasında olan rabitədir. Qeyri-polyar biz nə demişdik? Qeyri-polyar iki eyni atom arasında, qeyri-metal arasında yaranan rabitədir. Burada baxın 1, 2, 3, 4, 5, 6, 7, 8. Amma deməli polyarı isə biz CH və C-xlor arasında rabitəni götürəcəyik. Baxın karbon hidrogen arasında. Bu karbon 1 hidrogen, karbon hidrogen arasında, karbon flor. Baxın 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə CH arasında var. Bir də karbon flor arasında polyar kovalent rabitə var. Deməli 1, 2, 3, 4, 5. Biz burada pi rabitəni saymasaq 1, 2, 3, 4, 5, 5 karbon-karbon arasında sigma rabitəmiz olacaq. Gəlin deməli rabitənin hesablanmasına keçək. Deməli, rabitəni necə hesablayırıq? Rabitənin sayını necə hesablayırıq? Mesaj mı gəldi? Zaur Seyid, bəli, bəli. Düzdür. Mesaj kimi yazsaz yaxşı olar. İndi sizə bir neçə nümunə verəcəm. Deməli, rabitənin hesablanması. Kovalent rabitə necə hesablanır? Ümumiyyətlə, rabitə necə hesablanır? Hidrogenli birləşmələrdə NH3 hidrogenin üzərinə valentliyi yazıram və sayına vururam. Deməli, 1-i vururam 3-ə. 3. Deməli, burada 3 rabitə var. Gəlin, açaq molekulu dediyimizi sübut edək. Deməli, azot 3 hidrogenin yazıram. Neçə rabitə var? 1, 2, 3. Deməli, 3 rabitəmiz oldu. Oksigenli birləşmələrdə isə, məsələn, olsun SO2. 2 üzərinə oksigenin valentliyini yazıram, sayına vururam. 2 vur 2, 4. Gəlin, sübut edək. Getdikcə çətinləşdirəcəm molekulları. Deməli, 1, 2, 3, 4. Yenə dediyimizi sübut etdik. P2O5-ə baxaq. P2O5. Yenə oksigenin üzərinə valentliyini yazıram, sayına vururam. 2-ni 5-ə vururam da 10. Gəlin, baxaq. Fosforu yazıram, fosforu yazıram. 5 oksigenim var. Deməli, burada elə bir şeydir ki, 2 fosfor, burada ikisi də eyni hüquqludur. Birinə artıq oksigen düşə bilməz. Oksigenləri cüt sayda paylayıram. Ta ki, birini bura yazıram, birini bura, birini bura və birini də bura. Rabitəni düzəldirəm. Oksigen ekvivalentli olmalıdır. Və yox, mən P2O5 yazdım da, hə. Deməli, bir rabitə, deməli, oksigenin biri qalır. İndi hansı fosfora düşəcək? Təbii ki, ortaqlı mallardır, belə deyək. Və burada fosfor müsbət deməli 5 valentlidir. Xlor 2O7-yə baxaq. Xlor 2O7. Yenə oksigenin üzərinə valentini yazıram, sayına vururam 14. 2-ni vururam 7, 14. 14 rabit olmalıdır. Gəlin, baxaq. Yenə 2 xlorumu yazıram. Oksigen körpüsü vasitəsilə qaldı 6 oksigen. 6-nın da 3-ün bu xlora yazıram. 3-ün bu xlora yazıram. Valentlik düzdür, düzdür. Say düzdür, düzdür.
İndi gəldik H2SO4-ə. İndi sual verəcəksiniz ki, hidrogenli birləşmədə hidrogenin üzərinə valentliyin yazırdım, hesablayırdım. Bəs oksigenli birləşmələrdə dediniz ki, oksigenin valentliyin yazıb sayına vururduq. Bəs H2SO4-də nə edəcəyik? H2SO4-də burada həm oksigen var, həm də hidrogen var. Bunu nə edəcəyik? Onda belə deyək. Oksigenin elektromənfiliyi hidrogen elektromənfiliyindən böyük olduğu üçün belə deyək. Oksigen böyük qardaşdır. Təbii ki, indi bizim milli adət-ənənəmizə uyğun olaraq da böyük qardaşın sözü daha çox keçir. Balaca qardaş böyük qardaşın sözünü daha yaxşı eşidir və ona görə də oksigeni böyük qardaş elan edib onun üzərini onunla hesablayırıq. Yəni oksigenin üzərinə valentliyi 2-ni yazıb sayına vururam. 2-ni vururam 4-ə eləyir 8. Burada 8 rabitə var. Gəlin açaq, sübut edək. 2 dənə hidrogenim yazıram. Mərkəzi atomumu yazıram. Deməli 2 hidrogenim oksigen körpüsü vasitəsilə birləşir. Baxın bu cür. Çünki 2 əsaslıdır. Yerdə qalan oksigenlər də bu cür yazılır. Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli 8 rabitə dedim. Sübut da elədim. Başqa bir nümunə çəkək. H, xlor, O4. Yenə oksigen üzərinə 2 yazıram. 2-ni vururam 4-ə edir 8. Gəlin sübut edək. Xloru yazıram. Bir hidrogen var. O da oksigensiz birləşə bilməz. Yerdə qalan 3 oksigeni valentlik şərtin ödəməklə yazıram. Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7 və 8. Amma 3 dənə turşu var ki, həmişə belə deyək də cığallıq edir. Qaydalara tabe olmur. Onlar hansı turşulardır? Onlar hansı turşulardır? Yazıram. 3 turşuda diqqətli olaq. Orada üzərinə oksigenin üzərinə 2 yazmaqla tapa bilmərik. Deməli, 3 problemli turşumuzu yazıram. Nitrat turşusu, tanış olun. Problemli turşularımız H3PO3, fosfit, H3PO2, hipofosfit. Yəni bu H3PO3 və H3PO2 təzə kimi öyrənənlərin qənimidir deyə bilərəm. Çünki orada əsaslıq söhbəti biraz çətindir, amma indi mən onların molekulunu çəkib sizə göstərəcəm. Bircə saniyə. Aha. Okey, getdik. Deməli, biz nə dedik? Burada isə necə hesablayırıq? Oksigenin üzərinə 2 yazmaqla alınmayacaq. Biz burada nə qədər qeyri-metal atom, ümumiyyətlə nə qədər atom varsa cəmləyirik, atomların sayı qədər kovalent rabitə olacaq. Baxın, 1, 2, üzr istəyirəm. Deməli, neçə atom varsa o qədər dedik. Kovalent rabitə var. 1, 2, 2-nin üstünə 3, 5. Deməli, burada 5 rabitə, kovalent rabitə var. Dediyimi sübut edəcəm. Deməli, burada 3, 4, 4-ün üstünə 3, 7, 7 kovalent rabitə var. 3, 4, 4-ün üstünə 2, 6 kovalent rabitə var. Gəlin, həm molekullarda açaq, əsaslıq söhbətini sizə izah edim. Həm də rabitə sayımızı izah edim. Deməli, nitrat turşusunu açırıq. Bu molekulu, HNO3 molekulunu açıram. Baxın, bu cür. Deməli, burada 2 oksigen var. İndi mən ikisinə də 2 qat çəksəm, çünki oksigen 2 valentlidir. Azotun 5 valentli ola bilmir, çünki boş D orbitalı yoxdur. Ona görə də biz bunun birini bu cür göstəririk, birini də oxla göstəririk. Deməli, 1, 2, 3, 4, 5. Alındı mı 5? Bəli, bunu sübut etdik. Bunu sübut etdik. Gəldik fosfit turşusuna. Fosfit turşumuz biraz problemlidir. Hidrogenlərin sayını göstərir. Lakin, mən fosforu nə yaman yaxın yazdım. Aha. Lakin hidrogenin sayına uyğun turşuluq deməli əsaslıq vermir. Deməli 3 dənə oksigenim var. Birini bax bura yazıram. İkisini də bura yazıram. Bu turşu 3 hidrogeni olmağına baxmayaraq 2 əsaslıdır. Niyə? Çünki 2 hidrogeni belə deyək də bilavasitə oksigenlə birləşir mərkəzi atoma. Yəni əvəz olunan hidrogen sayı 2-dir. Baxın, bir budur, bir budur. Bu hidrogeni biz belə deyək də saymırıq. Gözümüz görmür. 2 əsaslıdır. Burada isə H3PO2-də, fosfitdə 3 dənə yenə hidrogeni var. Amma oksigenlə birləşən hidrogenin sayı 1-dir. Baxın, bu turşu bir əsaslıdır. Biz bunu yazarkən
natrium H2PO2 yazırıq. Bunu görən zaman siz natrium dihidrohipofosfit deyə bilmərsiniz. Çünki bu turşuluq vermir. Biz burada bu iki dənə hidrogeni görməməzliyə vururuq. Belə deyək də saymırıq. Hansı oksigenlə birləşibsə, biz onları o hidrogen atomun deməli əsaslıq verən hidrogen kimi götürürük. Yəni bu iki hidrogen bizə görən kimi biz buna turşsuz deməyək. Və yaxud da eyni qayda ilə H3PO2-yə turşsuz deməyək. Bu iki əsaslıdır, iki əsaslıdır, bu da bir əsaslıdır. Yəni bir metal birləşə bilər. Bunu bildik. İndi gəlin natrium ortofosfata baxaq. Natrium bunları bildik. Burada deməli oksigen üzərinə 2 yazmaqla rabitəni tapa bilmirik. Aydın oldumu? E, deməli necə tapırıq? Nə qədər atom var sayırıq, rabitənin sayına uyğun tapırıq. İndi gəlin natrium 3 PO4. Deməli natrium ortofosfata baxaq. Natrium ortofosfatda nə edirik? Deməli, neçə ion, neçə kovalent varı oksigenin üzərinə 2 yazmaqla tapırıq. Oksigenin üzərinə 2 yazıram, valentliyini yazıram. Sayına vururam, edir 8. Burada 8 ümumi rabitə var. İndi mən bu ümumi rabitəni neçəsinin kovalent, neçəsinin ion. Çünki metal varsa ion da var. Necə tapacağam? Metalımın üzərinə 1 yazıram və valentliyini yazıram daha doğrusu. Sayına vururam, 1-i vururam 3-ə 3. Deməli, bu 8-dən 3-ü iondur, 5-i isə kovalent rabitədir. Gəlin dediyimizi sübut edək. Molekulu açaq. 3 dənə natrium deyir. Yazaq. 3 natrium, 3 natrium. Bu gəlib deməli H3PO4-ün formulu, daha doğrusu qrafik formulu baxın budur. İndi mən burada hidrogenlərin yerinə natrium yazıram da. Yəni baxın bu cür. Yəni hidrogen getdi, yerinə natrium gəldi. Baxın, bu rabitəni biz görən kimi deyirik ion. Çünki metal, qeyri-metal. Metal, qeyri-metal dəyərli müəllimlər iondur. Metal, qeyri-metal iondur. Deməli, metal, qeyri-metal 1 ion, 2 ion, 3 ion. Alındı mı 3 ion? Yerdə qalan isə kovalent rabitədir. 1, 2, 3, 4, 5. Baxın, öz dediyimizi özümüz sübut etdik. Biraz molekulu çətinləşdirək. Biraz molekulu çətinləşdirək. Yazıram alüminium. Deməli, HPO4. Gəlin bunun formulunu düzəldək. İndi mən hansının ayağına 2 yazım, hansına yazmayayım bilmək üçün mən ortofosfatın ilkin formulunu yazıram. 3 əsaslıdır. İkisi gedib, deməli, ikisi gedibsə, deməli, bu cürdürsə, deməli, ekvivalent. Deməli, bu ekvivalentlidir. Bunun üzərinə yazıram 2. Bu da olsun, bu da alüminium 3 valentlidir. Çarpaz üsulla tapıram formulu deməli 3-2, 2-ni bura yazıram. HPO4 turşu qalğan ayağını isə 3-ümü yazıram. İndi mən burada necə tapacağam? Oksigenin üzərinə bayaqki bir qayda demişəm. Molekullarda onu tətbiq edirik. 2-ni yazıram. 2-ni vururam oksigenimi sayına. 2-ni 4-ə vururam, sonra 3-ə də vurmalıyım. Çünki burada oksigen 12 dənədir. Edir 24. Deməli, 24 ümumi rabitəm var. İndi bunun neçəsi ion, neçəsi kovalent olduğunu göstərmək üçün deməli, kationun üzərinə, metalımızın üzərinə deməli, valentliyi yazıram. Yazıram 3. Yazdım mı valentliyin? Onu da sayına vururam. 3-ü vururam 2, 6. Deməli, burada 6 ion var. 24-dən də 6 çıxanda 18 kovalent var. Sübut edəkmi? Gəlin sübut edək. Gəlin sübut edək. HPO3 yazıram. HPO3. Deməli, belə yazaq da. P. Biraz səliqəsiz yaza bilərəm. Baxın, belə. Burada bir hidrogen deyir. Bax, bunun ikisi çıxıb axı. Bax, bu belə qalacaq. 3 dənə bundan yazıram. Üçündə də fikir verin, turşu qalığın 1-dir. HPO4 qalığıdır. İkisi çıxıb, ikisi yoxdur. Birini də bura yazıram. Birini də bura yazıram. İkisi boşdur. Bax, bu hissədə də ikisi boşdur. Bu hissədə də boşdur. Burada da. 2 dənə də alüminium var. Alüminiumu yazıram. Alüminium yazıram. Всё, iş bitdi. Alüminiumun neçə valentlidir? 3 valentli. 3 valentlidirsə deməli bundan neçə rabitə çıxacaq? 3 və yazaq. Alüminium. Baxın, bundan hərəsindən 3 qol çıxmalıdır. 1-i, 2-si, 3-ü. Əla. İndi ikincini yazıram. 1-i, 2-si, bu da 3-ü. Baxın.
Özü əmələ gəldi. Yəni çox da belə əziyyət çəkiləsi bir şey deyil. Yəni fikirləşək ki, HPO4-dən neçə deməli 2 hidrogen çıxıb HPO4 qalıb H3PO4-dən. Və onu da yazıram. 3 dənə deyir. Yazdım mı? Daha sonra alüminium yazıram və valentliyini əsasən də təyin edib formulumu ə, əmələ gətirirəm. Davam edək. Davam edək. Sonra sizə nə vacib sözlərim var. Biraz da çətinləşdirək, yazaq. Biraz da çətinləşdirək. Kalsiyum H2PO4 2 dəfə. Hardan bildim? H3PO4-ümü baxıram. Burada turşu qalım H2PO4-dür. Yəni biri çıxıb, H2PO4 qalıb. Bu da bir valentli olur. Bu bir valentli, bu da iki valentli. Deməli 2 gəlir düşür bunun ayağına. Aha, okey. Bunu bildik. Formulumuzu düzəltdik. Oksigenimizin üzərinə valentliyi yazıram. 4'ü 2'ye vururam 8. Bu 2'de vururam çünkü 2 hamısına aiddir 16. 16 ümumi rabitəm var. 16 ümumi rabitədən neçəsi metal, neçəsi ion, neçəsi kovalentdir? Gəlin baxaq. Deməli, kalsiyumun üzərinə valentliyini yazıram 2. 2'ni vururam burada bir, ayağında, daha doğrusu indeksində 1'dir. 2'ni vururam 1'ə 2. Deməli, 16'dan ikisi iyondur, 14'ü kovalentdir. Yəni, bunu da sübut edək. Gəlin sübut edək. 2 dənə turşu qalığı yazacağam. Baxın, yenə budur. Bundan 2 dənə. Elə deyil. Turşu qalığımda 2 dənə hidrogen var. Baxın. 2 dənə hidrogenim var. Biri boşdur. Burada da 2 dənə hidrogenim var. Biri boşdur. Kalsiyumda 1 dənədir. Kalsiyumdan 2 rabitə olduğu üçün 2 xətt çıxmalıdır. Baxın. Всё. Bunun ikisi iyon. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14 də kovalent rabitəm var. Dediyimizi, əsas odur dediyimizi sübut edə bilirik. Dediyimizi sübut etdik. Davam edək. Kalsiyum, baxın, yenə turşusu problemli olduğu kimi duzu da problemlidir. Kalsiyum iyonu 2 dəfədə necə tapırıq? Turşu qallığında neçə atom varsa. Baxın, 3-ün üstə 1, 4, 4-ü 2-yə vururam 8. Baxın, 3 üstə 1, 4, 4-ü 2-yə vururam 8. Turşu qallığında 8, 4 atom var, 8 atom var. Deməli, 8-də kovalent rabitə var. Onun, deməli, 2 dənə də iyon var. 8-im kovalentdirsə, 2 dənə də iyon, kalsiyum ekvivalentidir axı, 2 iyonum var. Cəmi 10 rabitəm olacaq dəyərli müəllimlər. Sonra, indi biraz keçmiş dərsə inteqrasiya etmək istəyirəm. Mən sözlə deyirəm, siz özünüz görün yaza bilirsinizmi? Görün siz yaza bilirsinizmi? Kalsiyum hidroksofosfat deyirəm. Əgər əlinizin altında qələm varsa, siz özünüz də cəhd edin görün. Qapımı açın biraz hava gəlsin. Aha, siz özünüz də bir cəhd edin görün. Kalsiyum hidroksofosfatı yaza bilirikmi? Əsasi duzdur, ipucu verirəm. Biz onun formulunu bilməliyik ki, rabitədə tapaq. Burada biraz artıq başqa cür yanaşacağıq. Yüngül biraz fərq var, amma onu da izah edəcəm sizə. Aha, davam edək. Yenə mesajımız var. Nitrat, fosfit, hipofosfit, bəli, Zaur Seyid, əla, düz demişsiniz. Mesajı biraz gec görsəm də görürüm, narahat olmayın. Aha. Bir saniyə, bir mesaj gəlib. Mən dedim, siz də yazın zəhmət olmasa. Kalsiyum hidroksofosfat. Aha. Deməli. Всё. Deyirəm. Yəni yəqin ki, yazdınız. Kalsiyum hidroksofosfat. Nə deyirəm, onu da yazıram. Yəni bu əsasi duzların biraz yazılışında əziyyət çəkir bəzi müəllimlər. Baxın, nəyi deyirəm, onu da yazıram. Kalsiyumu dedim, kalsiyum. Hidrokso mu dedim? Dihidrokso demədim. Və yaxud da trihidrokso demədim axı. Dihidrokso dedim. Elə deyil. Daha doğrusu hidrokso dedim. Di demədim axı. O haşımı yazıram. Kalsiyum hidrokso sulfat dedim. Aha. İndi bunu necə yazacağam? Yəni formulu bu deyil. Bunu necə düzəldim? Kalsiyum hidroksofosfatda bir, baxın nə dedim onu yazdım. Kalsiyum hidroksofosfat. Di demədim. Mən həmin dəqiqə kalsiyum hidroksidin ilkin formulun gözümün qabağına gətirirəm. Bu kalsiyumda, kalsiyum OH bu cür idi də, kalsiyum OH 2 dəfə. Elə deyil. Bir OH, 2 OH var. Burada bir OH qalıb. Yəni bunun biri çıxıb. Bunun biri çıxıbsa, biri qalıbsa, deməli bu özün bir valentli kimi aparacaq. Bu bir valentli. Bu özün bir valentli kimi aparır. Deməli,
HKSO4-ün də ilkin formulunu yadıma salıram. HKSO4-ü baxın hidro deyil, turş duz deyil. Bu iki hidrogen də çıxıb. Nə qədər hidrogen itirirsə, nə qədər OH itirirsə, molekul o qədər valentlik göstərir. Belə deyək də Lora dilində. Və iki hidrogen itirdiyi üçün SO4 olur 2 valentli. Əla. Bunun üzərinə 1 valentli, bunun üzərinə 2 valentli yazıram. OH kalsiumun OH-ıdır ha. Ona görə kalsiumu yanımda saxlamışam. Bunu bax bunu belə deyək də, yəni bunlar bir cəbhədir, bunlar bir cəbhədir. İndi formulumuzu düzəldək. Bu 1 valentli, bu da 2 valentli. Necə olacaq? 2-ni 1-ə bölürəm. Baxın bunun ayağına yazıram 2. Formulum düzəldi. Deməli, kalsium hidroksofosfatın quruluşu bax bu cürdür. İndi mən burada necə tapacağam? İki qat rabit, daha doğrusu ümumi rabitəni. Baxıram görəm bir oksigen, 4 dənəsi burada, ikisi burada. Aləm də bir-birinə. Mən həmin dəqiqə molekulu bir yerə yığıram. Elementləri gəlin bir yerə yığaq. Daha doğrusu atomları bir yerə yığaq. Neçə kalsiumum var? 2. Yazıram kalsium 2. Neçə oksigenim var? Belə deyək. İkisi burada, 4-ü burada. 6. Neçə hidrogenim var? 2. Nəyim var? Yazıram. Əlimdə nə var? Onu yazıram. Kükürt neçə dənədir? Bir dənə. Yazıram kükürt. Deməli, mesaj gəldi. Görüm nə mesajdır? Bizə saniyə. Fosfat deyib sulfat yazdım. Hidroksisulfat dedim. Fosfat mı dedim? Kalsium hidroksisulfat. A, fosfat demişəmsə, üzr istəyirəm. Burada mən bircə saniyə mesajı bir də oxuyum. Fosfat deyib sulfat yazdınız. A, üzr istəyirəm. Sulfat. Sulfat. Artıq neçənci dərsdir bugün? Artıq beyin error verir. Deməli, sulfat. Kalsium hidroksisulfat. Deməli, kalsium əlimdə nə var yazıram. Kalsium 2, OH 2, deməli 2 dənə kalsiumum var. Deməli 2 dənə oksigenim burdadır, 4-ü burdadır. Deməli 6, 2 dənə hidrogenim var. H2, bir dənə də kükürdüm var yazdım. Yazdım mı? Əlimdə nə element var hamısını yazdım. Çox sağ olun, təşəkkür edirəm. Deməli, yazdım mı? Sonra yenə oksigen köməyimə çatır. Oksigenin üzərinə valentini yazıram. 2, 2-ni 6-ya vururam. 12. Deməli, burada mənim 12 ümumi rabitəm olacaq. Mən burada niyə bir yerə yığdım? Çünki oksigenim səpələnmişdi. Yarısı buradaydı, ikisi buradadır, 4-ü buradadır. Onu tapmaq çətin olur. Deməli, molekulu yığıram bir yerə. Oksigenin üzərinə 2-ni yazıram valentliyin. Vururam sayına. Tapdım ümumi rabitəmi. İndi neçəsi iyondur, neçəsi polyardır. Yenə baxıram. Kalsium üzərinə valentliyi yazıram. 4 deməli bunun 4-ü bu cür. Ümumi rabitədən də iyonu çıxıram, kovalenti tapıram. Yenə indi bir nümunə deyirəm. Əgər yanınızda qələm, kağız varsa yazın. Deməli əsasi duzların yazılışında əziyyət çox olur deyə, daha doğrusu əziyyət çəkirlər. Ona görə bunu vaxt verirəm ki, özünüz yazasınız. Deyirəm mis 2 hidroksokarbonat. Fikir verirəm. Duzun adını düz deyim. Mis 2 hidroksokarbonat. Aha, kimsə yazır. Yaxşı yazır. Aha, nə oldu? Yazımız getdi. Aha. Əla, əla. İndi bunun necə olduğunu, bəli, düz yazdınız, düz yazdınız. İndi bunun necə olduğunu, gəlin, bunu mən silə bilirəmmi? Olarmı ki, bunu siz siləsiz? Aha, təşəkkür edirəm. Aha, əla. Deməli, kim idi yazan? Zaur Seyid, bəli, düz yazdınız. Deməli, necədir? Mən nə deyirəm, onu yazıram. Nə iş edirəmsə onu yazıram. Mis dedim, mis. Sonra nə dedim? Hidrokso dedim. Bir dihidrokso demədim, axı hidrokso dedim. Və karbonat dedim. Aha. Deməli mis 2 hidrokso dedim. Mis 2 hidrokso karbonat. Burada 2-ni niyə dedim? Bax mən bu cür dedim. Mis 2 hidrokso karbonat. Hə. Mis 2 hidroksokarbonat. Burada 2-ni görən kimi elə bilməyin bu OH-ın ikisidir. Burada mis 2 o deməkdir ki, mis əvvəldə mis 2 hidroksid olub. Yəni onu göstərir. Mis 2 valentli olub. Mis deməli
İki hidroksid olub, belə deyək. Və o indi burada onun bir dənəsi qalıb deyə. Baxın, bu cür olub da. Bunun biri qalıb, digəri gedib. Mən bayaq nə dedim? Gedən ona valentlik verir. Loru dilində desək, gedən buna valentlik verir. Deməli, bu olub bir valentli. Karbonat turşumunda formulunu yazıram. Burada turş duz deyil. Deməli, ikisi gedib. Bu da getdiyi üçün bu da olub iki valentli. İkini də yazıram bunun üstünə. Yazdım mı? Bu bir valentli, bu da iki valentli. Deməli, bura yazıram 2. Baxın, molekulumu düzəltdim. Əla. İndi yenə tapmaq üçün molekulu yığıram bir yerə. 2 dənə misim var, 2. Deməli, ikisi burada, üçü burada. 5 oksigenim var, 2 hidrogenim var, bir karbonum var. Yenə üzərinə 2 yazıram. 2 vururam 5'e 10, 10 ümumi rabit edəcək. Misim də deməli 2 valentlidir. 2 2-yə vuram 4, ondan 4'ü ion olacaq, 6'sı deməli kovalent rabiti olacaq. Biraz istəyirəm çətinləşdirim dəyərli müəllimlər. Dəmir 3 dihidroksisulfat. Bunu da yazaq. Artıq əsasi duzlarından bitirək. Mis, daha doğrusu dəmir 3, baxın bura yazım. Sonra öz dediyimi özüm çaşmayayım. Bircə saniyə. Vərəqim çoxdur. Aha, belə yazaq. Nə deyirəm? Dedim dəmir 3 dihidrokso, dihidrokso. Diqtayser qələminə yazdığım üçün də üzrlə hesab edin. Xəttim biraz pis düşür. Hərçənd xəttim qəşəngdir. Dihidrokso sulfat. Sulfat. Aha. Əgər qələm, kağız varsa yanımızda, bunun formulunu mən yazmamışdan qabaq özünüz yazın zəhmət olmasa. Aha. Aha. Yazsaz əhsən deyəcəm. Yox, yox, düz olmadı. Bir də fikirləşin. Bir də fikirləşin. Yox, yox. Kəmalə Səlimova. Biraz da fikirləşin. Baxın, nə deyirəm onu yazın. Dəmir 3 dihidroksosulfat. Yazdınızmı? Orada 3 nə idi? Dihidrokso nədir? Bir dəqiqədə vaxt verirəm. Yazsaz sevinərəm. Aha, bir də mesaj gəldi. A-dır. Nə? Variant mı vermişəm? Kəmalə Səlimova zəhmət olmasa bir də yazın. Bir də, aha. Yox, yox, yox. Biraz da diqqətli olun zəhmət olmasa. Dəmir 3 deyirəm. 3, 3, 3. Yazırmı mən? Deməli, baxın, dəmir dedim. Nə dedim? Onu yazıram. Dəmir mi dedim? Dəmir dedim. Dihidrokso mu dedim? Mono, di, tri, tetra, penta, heksa, hepta, nono, deka. Bunları yəqin ki bilirik. Aha, bir mesaj var. Yazmamışdan qabaq görüm. Oh, aha, əla, 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 əla. Kəmalə Səlimova. Düzdür. Düzdür, düzdür. Düz. Deməli necə? Dəmirimi yazdım, yazdım. Dihidrokso mu dedim? Dihidrokso. Deməli OH-ım 2 dənədir. Dihidrokso dedim. OH-ım 2 dənədir. Və burada 3 dəmirin keçmişdə, belə loru dilində desək, OH 3 olduğunu göstərir. Yəni 3 valentli olduğunu göstərir. Burada dəmir 3, mis 2, nə bilim alüminium da deyilmir. Olsun xrom 2, 3 və yaxud bu kimi sözlərdə 2, 3 onun valentliyin göstərir. Hidroksil qrupunun sayını göstərmir. Hidroksil qrupunun sayın mono, di, tri sözləri göstərir. Yazdımı bunu? Deməli bu vaxtı ilə bu cür olub da, elə deyil. Oy, necə saniyə? Lövhə əlimdən sürüşdü. Aha. Deməli vaxtı ilə bu belə olub. Dəmir, OH, dəmir, OH, dəmir, OH. Bu vaxtı ilə bu cür olub. Elə deyil. Və burada görürük ki, dəmir OH 2 dəfə qalıb. Yəni bunun biri gedib. Gedibmi? Deməli bu özün bir valentli kimi aparacaq. Sulfat turşumu da bayaq bildim. 2 valentlidir. Təzədən yazmağa ehtiyac yoxdur. 1, 2.
Deməli, bu bir valentli, bu iki valentli formulu necə təyin edirdim? 2-ni yazırdım bax bunun ayağına. Baxın, bu cür alındı. İndi yenə formulumuzu qısaldırıq. Neçə dəmirim var? 2 dəmirim var. Yazıram. Dəmir 2. Neçə oksigenim var? İkisi burada. 2 2-yə vururam 4. 4-ün üstünə 4 8. 8 oksigenim var. Neçə hidrogenim var? 2-ni vururam 2-yə. Baxın bu mötərizələr sizi çaşdırmasın. Ha. Sondakı mötərizə hamısına aiddir. Deməli hidrogenim olacaq 4. Aha, tükürdüm yenə qalır 1. Yenə oksigenimin üzərinə valentliyi yazıram, sayına vururam, edir 16. 16 ümumi rabitə. Dəmirin üzərinə neçə valentli idi? 3 valentli. 3-ün yazıram. 3-ü vururam 2-yə, edir 6. 16-dan 6-sı edir iyon. Metalım təbii ki, mənə iyon rabitə verəcək. Onu da edir polyar. Yazaqmı? Gəlin sübut edək. Gəlin bunun qrafik formulunu açıq yazın. Biraz bunu silim ki, sıx yazmayım. Molekulu görə biləsiniz. Aha. Deməli, molekulun özü də getdi. Nətər idi? Dəmir, OH, 2 dəfə, bu da 2 dəfə SO4 idi. Elə deyil. Aha, molekulumu yazıram. SO4-ün baxın görün bir dənədir. Baxın, SO4-ün bir dənəymiş. Yazdım mı? Yazdım. Dəmir OH deməli 3-üm isə 3 deməli dəmir 3 valentli OH-ı, 2 dənə OH var. O yerdə qalan bir rabitə ilə də kükürdə əl verib. Deyək belə deyək də bu baxın bundan 3 rabitə çıxmır. İkisi durur yerində. Bu yerdə qalan biri ilə də oksigeni əl uzadır. Necə? Baxın belə. Dəmir bir əlin bunlara oksigen, çerez oksigen verildi. Bilavasitə oksigen kükürdə əlin uzadıb. Yerdə qalan OH-ın da bu cür yazıram. Yenə dəmir, bir OH-ı, bu da 2 OH-ı. Molekulumuzu yazdıq. Gəldik dəyərli müəllimlər ammonium duzlarına. Ammonium duzlarında söhbətin necə olacaq? Yazıram NH4. Ümumilikdə bildik. Deməli, hidrogenli birləşmələrdə üzərinə 1 yazdıq, sayına vurduq. Oksigenli birləşmələrdə 2 yazdıq, oksigenin sayına vurduq. İstisna olan turşularımız dedim, nitrat turşusu, hipofosfit və fosfit turşusu. Deməli, əsasi duzlarımızı da dedik. Gəldik ammonium duzlarına. Ammonium duzları NH4 3 dəfə, NH4 3 dəfə, PO4 ammonium duzları. Burada necə olacaq? Burada da yenə oksigen üzərinə 2-ni yazacağam. 2-ni vuracam 4-ə. Edəcək 8. Amma 8-in üzərinə mən təzədən gələcəm. Buradakı hidrogenlərimin sayını. Burada neçə hidrogenim var? 4-ü vuracam 3-ə. Edəcək 12. Baxın 12. Burada edəcək 20 ümumi rabitə. Deməli, nə qədər də ammoniumun sayı var? 3. 3-ü bunun valentliyini vuracam 3-ə. 3. 20-dən 3-ü iyondur. 17-si polyar kovalent rabitədir. Gəlin, sübut edək. Həmişəki kimi. PO4-ün bir dənədi yazıram. PO4 qalığımı yazdım. Burada isə 3 dənə NH4 var. Yəni, baxın, mötərizə açıram ki, bu, bax, bu cürdür. N, bunun da 4 dənə H-ı. N, 4 dənə H-ı. N, 4 dənə H-ı. Lap zülüm molekuldur. Aha. Deməli, baxın, bu ammonium iyonu ilə oksigen arasındakı rabitə mənim iyonumdur. İyon. Çünki bu özü müsbət yüklü aparır. Bu isə mənfi yüklü. Metal kimi aparır da belə deyək. İyon, bu da iyon, bu da iyon. Bu üç rabitə iyondur. Oldu mu 3 rabitəm iyon? Yerdə qalan 17 də kovalent paylardır. Gəlin sayaq. 1, 2, 3, 4. 4 dənədir, bundan 3 dənədir. Elədim 12. 13, 14, 15, 16, 17. 17-də polyar kovalent rabitəmdir dəyərli müəllimlər. Sübut etdik. Gəlin sigma pi rabitə nədir? Onu deyim. Sigma pi rabitə harda bir xətt görsəm sigmadır. Harda iki xətt görsəm biri sigma, biri pidir. Kovalent rabitədən söhbət gedir. Mənə götürüb natriumla xlor arasındakı bir qat rabitəyə xahiş edirəm sigma deməyin. Sigma və pi kovalent rabitəyə aiddir. Yəni bunu dəftərimizin ən vacib yerinə qeyd edin. Natrium xlor arasında iyon rabitədir. Bir xətt görən kimi deməyin o sigmadır. Deməli, 3 xətt görəndə də biri sigma, ikisi pidir. Deməli, məsələn, natrium sulfatın formulunu yazsam, baxın, burada neçə sigma var?
Neçə pi var? Neçə ion varmı onu da deyin. Əgər vaxt verirəm deyin zəhmət olmasa. Aha, mesaj gəldi baxaq. 4 sigma Kəmələ xanım deyir ki, Zar Seyid də deyir 2. Kəmələ xanım 4 sigma 2 pi 2 ion. Gəlin baxaq. Deməli, biz harda tək gördük dedik, sigma pin yanında birinci sigma olur. Baxın, bu sigmadır. Baxın, 1 sigma, 2 sigma, 3 sigma, 4 sigma. 4 sigma oldu. Aha, 4 sigma. Düzdür. 4 sigma 2 pi. Və 4 sigma 2 pi 2 ion. Bəli. Deməli, bu sigmadır. Baxın, 1 sigma, 2 sigma, 3 sigma, 4 sigma. Neçə pidir? 2 xəttdən həmişə 1 pi olur. 1 pi möhtəşəm hibridləşmə dərsi var, hansı ki, kimyanın ən çətin dərsidir. Onun üçün də xüsusi inşallah xüsusi bir canlı dərs onun üçün ayırmaq istəyirəm. Hibridləşməni izah edim. Deməli, 1 pi, 2 pi, 2 pin var. Metal, qeyri-metal. Buna kovalent deyən nə bilim. Bu da olur ion. İki dənə də ionun var, dəyərli müəllimlər. Daha sonra sizə nəyi vurğulayacaqdım? Sigma pi-dən söz düşmüşkən gəlin. Sigma pi-dən söz düşmüşkən gəlin belə deyək. Sigma rabitənin tapılmasında çox vacib məsələlərdir. Vaxtımız azdır. Tez-tez vurğulayacağam. Daha sonra YouTube-a yerləşdiriləcək bu video. Dönə-dönə baxa bilərsiniz. Deməli, amonyak molekulunu açıram. H, H, H. Baxın, 1 sigma, 2 sigma, 3 sigma. C2H4 etileni açıram. Baxın, 4 dənə hidrogenin yanına yazıram. 1 sigma, 2 sigma, 3 sigma, 4 sigma. 4 sigmam var. 1 pi var. Bir dənə də pi rabitəm. 1, 2, 3, 4, 5. 5, üzr istəyirəm, 5 sigmam var. Bir də pi rabitəm var. Bəli, sigma rabitə necə tapılır? Necə tapılır sigma rabitə? Qaydası var. Normal duzlarda sigma rabitə necə tapılır? Yazıram. Natrium 3PO4. Natrium 3PO4. Burada sigma rabitənin düsturu var. Sigma rabitən bərabərdir. Deməli, qeyri-metalların sayı çıx, turşu qalığı. Düsturum bu cürdür. İndi baxıram molekuluma. Neçə qeyri-metalım var? 4 dənə oksigen burada, 1 dənə fosforum burada. Elədimi? 5. Turşu qalığım nə qədərdir? 1 dənədir. Yazıram 1. 5 çıx 1 bərabərdir 4. Deməli, sigma rabitəmin sayı 4-dür. Gəlin sübut edək. Yenə molekulumu açıram. Natrium orta fosfat. Sigma rabitəmi tapdım. Gəlin baxaq, həqiqətən də 4 dənədirmi? İyondur, iyon, iyon. Buna sigma deyə bilmərik, cinayətdir. İyon, iyon. Deməli, sigma oldu 1, baxın. Sigma oldu, üstünə yazıram. Sigma oldu 2, sigma oldu 3, aşağıdakı da sigma oldu 4. Bu pi'dir, pi. Deməli, 4 sigma, 1 pi, 3 iyon. İndi iyonu qatmayaq bura, çünki iyon qarşılıq düşməsin. Bizə ancaq sigma lazımdır. İndi biraz molekulumuzu çətinləşdirək. Daha doğrusu qarşılıq eləyək. Alüminium 2, SO4 bayaq bunu yazdıq. İndi burada sigmanı, ümumi rabitəni tapmağı bildik. Ümumi rabitədən sonra iyonu tapdıq, sonra kovalenti tapdıq. Bunları bildik. İndi kovalentin içindən mənə iyon rabitə lazımdır. Onu necə tapırıq? Yenə düsturumuz sigma bərabərdir. Qeyri-metal. Mesaj gəldi, görək nə var, nə yox. 12 sigma. Baxın, bunda mı 12 sigma? Kəmal xanım, nəyə 12 sigma dediniz? Alüminium sulfat ediniz də inşallah. Natrium ortofosfat da yox. Alüminium sulfat edəmişsiniz yəqin ki. Yəqin ki ona dediniz, mən mesajı gec gördüm. Bəli, aha, ürəyim düşdü dedim. Aha, əla, bəli, başa düşdüm. Aha, deməli, qeyri-metal. Görək 12-də nədir, mən də bilmirəm. Sahib baxaq. Bir saniyə. 6 iyon. Aha, baxaq. Baxaq, görək, sübut edək. Aha, sigma rabitə bərabərdir qeyri-metal, çıx, turşu, qalığım. Burada neçə qeyri-metal var? 4 oksigen, 1 kükürt, 5. 5-i vururam 3-ə 15. 15, çıx turşu qalığım. 3 dənə də turşu qalığım. Elədi 12. Kəmal xanım düz dedi. 12 sigma rabitəm var. Sübut edəkmi?
Gəlin sübut edək. Gəlin molekul açaq. Sübut edək ki, həqiqətən də var. SO4-ün yenə mən bu molekulu az yer saxladım. Gəlin buradan böyük geniş-geniş yazaq. Biz nə yazdıq? Molekulumuz belə idi. Alüminium 2, SO4 3 dəfə. 3 dənə SO4 turşu qalığım var, yazıram. Bu bir SO4, 3 dənədir də, baxın 3 dənədir. İkinci SO4-üm. Düsturla tapdığımızı sonra sübut etməliyik. Arxayın olaq. Aha, yazdıq mı? Daha sonra nə edirik? Daha sonra nə edirik? Aha, 2 dənə də alüminiumum var. Bir alüminiumu bura yazıram. Bir alüminiumu da bura yazıram. Alüminium 3 valentlidir. Yəni ondan 3 xətt çıxacaq. Baxın, 1, 2, 3. 1, 2, 3. Alüminiumdan çıxıb rabitə əmələ gətirənlər iondur. İon, amanın günüdür. Buna biz sigma, kovalent deyə bilmərik. İon, hamısına ion yazıram ki, gözümüz görsün. İon, ion, ion. Sigma rabitələrimi belə sayıram. Gəlin, 1, 2. Dedi, 2 xəttdən biri sigmadır. 1, 2, 3, 4. 4-ü də yaxşı sayaq. 3-ə vurum, yax sayaq. 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 oldu sigma. Neçə pi var? 1 pi, 2 pi, 3 pi, 4 pi, 5 pi. Mesaj gəlibmi? Yox. 6 pi. 6 dənə də pim var, dəyərli müəllimlər. İndi alüminium, gəlin iki qat duzlara baxaq. Alüminium, flor SO4-ə baxaq. Burada necə tapacağıq? Yenə qeyri-metal, çıx turşu qalıq. Aha, indi burada bunu zəhmət olmasa onu da siz deyin. Görüm deyən olacaqmı? Aha, mesaj gəldi, görək. Ay. Aa, 6 ion 4 sigma 4 sigma. Baxaq. Baxaq. Deməli, nə yazıram? Qeyri-metal 4, 5, 6. 6 qeyri-metalım var. Turşu qallığım 2-dir. Bəli, 4 sigma. Əhsən. Deməli, dərsimiz tam yerinə düşüb. 6 çıxdı. Bəli, bəli. Turşu qalıq. Çünki bəzən turşu qallığını görmürük. Burada turşu qallığı 2 dənə turşu qallığımız var. 4. Gəlin bu molekulda açaq. Alüminium 3 valentlidir. Bundan 3 xətt çıxacaq. 1, 2, 3. Bunun biri xlordadır, bildik. İkisi də SO4-dədir. Yəni, çətin bir quruluşu yoxdur, dəyərli müəllimlər. İndi iki qata baxdıqsa, daha doğrusu qarışıq duzlara, bu iki qatdır. Üzr istəyirəm. Gəlin indi. Baxın, turşu var iki qat duzlar, iki qat. Bir də var qarışıq duzlar. Qarışıq. Bu qarışıq duzdur. 2 dənə turşu qalığı var. İndi iki qata baxaq. Natrium, dəmir, SO4 2 dəfə. Biz burada gəlin bu molekulda tapaq. Necə tapırıq? Deməli, 4-ün üzərinə 2-ni yazıram. Buna cavab verən varmı? Bəs bu molekulda necə tapacağıq? Hı -hı. Görək. 8 sigma. Kəmalə xanım deyir 8 sigma var. Baxaq. 8-in oksigenin üzərinə yazıram 2. Nə oldu? Niyə yazmır? 2. 2-ni vururam 4-ə, sonra 2 yenə 2-yə vurmalıyım. Çünki oksigen burada 8-dir. 2-ni vururam 8-ə 16. 16 deməli. Yox, mən daha doğrusu burada üzr istəyirəm. Artıq burada nə edirik? Oksigen üzərinə 2 yazmırıq. Burada biz turşu qalığından çıxırıq. Qeyri-metaldan çıxıram turşu qalığını. Qeyri-metal. 4-ün üstünə bir 5. 5-i vururam 2-yə 10. Ondan çıxıram neçəni? Turşu qalığını. 8. Ondan çıxıram 2-ni, eləyir 8. 8 sigma var. Kəmalə xanım nə demişdi? Fikrim getdi mesaja. Kəmalə xanım 8 sigma. Bəli, 8 sigma var. Gəlin, bunu da sübut edək. Deməli, SO4 2 dənədir. Baxın, SO4-üm 2 dənədir. Deməli, bu bir oksigenlə birləşib, bu da bir oksigenlə birləşib. Aha, burada deməli dəmir 3 valentlidir. Deməli, dəmir 3 valentlidir.
Onu da hardan bildim? Natriumun üzərində bir valentli yazıram. Dəmirin üzərində x yazıram. Bu SO4-də 2 valentlidir. Elə deyil. Yazıram 1 üstə gəl x bərabərdir. Deməli 2-yi vururam 2-yə 4. Buradan x bərabərdir 3. Bildim dəmir burada 3 valentlidir. Deməli bundan dəmirdən 3 qol çıxacaq. Biri bura, biri bura, biri də bura. Yerdə qalan natriumda bir valentli gəlib bir rabitəsini əmələ gətirəcək. Gəlin baxaq. Bu iyondur. Bu iyon, iyon, iyon. Yerdə qalan isə siqmadır. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 siqmam oldu. 1, 2, 3, 4, 4 dənə də pim oldu, dəyərli müəllimlər. Əsasi duzlarda necə tapırıq? Əsasi duzlarda yenə eyni qaydadır. Sadəcə olaraq oradan bir OH-ı çıxardırıq. Yəni siqma rabitə bərabərdir. Qeyri-metal, çıx turşu qalığı, çıx OH. OH da çıxardacağam. Çünki OH-ım orada mənə deməli iyon verir. Gəlin siqma rabitəmizi burada tapaq. Deməli, məsələn yazıram alüminium OH SO4. Siqma rabitəm bərabərdir. Qeyri-metal neçə dənədir? 4, 5, 6, 7. 7. Çıx. Turşu qalığın burada bir dənədir. 1. Çıx. OH-ın burada bir dənədir. Çıx 1. Elədimi sizə 5. Gəlin sübut edək ki 5-dir. 5. Aha. Gəlin sübut edək 5-dir. Molekulumuzu açaq. Molekulumuzu açaq. Alüminium. Alüminium. Alüminium deyib natrium yazıram. Bircə saniyə. Alüminium. Alüminium. Deməli 3 deməli alüminium deməli 3 valentlidir. Belə yazaq. 1 2 3. Bunun birinə OH birləşib. İki qolu da kükürdün verdiyi oksigenə birləşəcək. Siqma rabitələrimi sayıram. 1 2 3 4. 3 4 dəyərli müəllimlər. 3 4. Burada bunu unutmayaq. 5. 5. Oksigenlə hidrogen arasında iyon deyil, kovalentdir. Çünki iki qeyri-metal arasında yaranan rabitədir. Baxın, 1, 2, 3, 4, 5. 5 siqma, 2 pi, 2 də iyon rabitə olacaq dəyərli müəllimlər. Görüm sizə qeyd etmədiyim nüans qaldımı? Ammonium duzlarında isə onu da vurğulayım, o qalmasın. Ammonium duzlarında isə yenə siqma rabitə bərabərdir qeyri-metal. Çıx, ammonium iyonunun sayı, çıx turşu qalığı. Məsələn, NH4, baxın yazıram. NH4. 2 dəfə HPO4. Burada qeyri-metal 4, 5, 6. Burada isə 11, 11-i vururam 2-yə. Bircə saniyə burada qeyri-metal. 16 dənədir. Deməli, 4-ün üstünə 1, 5. 5-i vururam 2, 10. 11, 12, 12-nin üstüdür 16. 16 qeyri-metalım var. Siqma rabitəmi tapıram. Mesaj gəldi. Kəmalə xanım deyir 13. Baxaq görək 13-dürmü? 16, çıx. Mən nə dedim? NH4-ün sayı çıx 2. Çıx. Turşu qalığım 1. Elədi 13. Bəli, Kəmalə xanım düppədüz dediniz. Düz. 13 siqmam var. Yəni açmağa ehtiyacı varmı? Açmağa ehtiyacı varmı? Vaxtımız azdır, digər müəllimlər dərsə girəcək. Baxın, açmağa ehtiyac dərs. Xeyr, aha, əla, onu da açmayaq. Onu daha vacib bir söz demək istəyirəm. Məsələn, belə bir sual verir, vaxtımız azdır, deyirəm, çox bir nümunədə deyim. Deyir ki, sual verir, deyir, X, A, Y, O, B, O, B-dən. A-nın B, demək, A-nın B-ni təyin et. Sual belə qoyur. A, B-ni təyin et. Aha. Və şərtdə verir ki, deməli, molekulda 16 elektron var. 16 rabitə yaradan elektronumuz var. Daha doğrusu, 16 rabitə yaradan elektronumuz var və biz o dəqiqə tapırıq, oksigenin üzərinə 2-ni yazırıq. Deməli, 16 rabitəmiz var. 16 rabitə var. Ümumi rabitə, belə deyək. 2-ni vururam B-yə. Aha, görün. Bayaqçı səhifənin geri qaytarım olması əsas duzlara siqma sayını tapmaq qaydasına. Bəli, qaytarım. Niyə qaytarmam? Əsasi duzlarda nə edirik? Baxın. Əsasi duzlarda. Siqmanı tapmaq üçün qeyri-metaldan çıxıram turşu qalığın, ondan da çıxıram OH-ı. B4 olacaq. Aha, baxaq.
Kəmalə xanım canımız verdi. Görək. Deməli, sigma rabitə bərabərdir. Qeyri-metal çıx turşu qalığı, çıx OH. Gördünüzmü? Çevirinmi vərəqi? Aha, sigma rabitə, çıx turşu qalığı, çıx OH. Əsasi duzlarda. Ammoniumda isə deməli, ammonium ionlarının sayını çıxırıq. Hə, indi burada 2-ni vururam B-yə, yəni 2 vur B, 16 edirsə, B-nin də edəcək 8. Aha, B-ni tapdım 8. İndi A-nı necə tapaq? A-da isə üzr istəyirəm, burada birdən də şərt qoyub. B böl 2, B böl A 2-yə bərabərdir. Mən şərtin birini demədim. B 8 oldu. B 8 tapdıq. A-nı da B-nin köməyi ilə tapacağıq. Bir saniyə mesajlar oxuyun. Aha. 16 elektron 8 rabitə. Aha. Deməli 16 rabitə. 16 mən əvvəl 16 rabitə yaradan elektron dedim, sonra 16 rabitə, 16 rabitə. Siz bəli, əgər elektrona görə getmisinizsə, bəli, düzdür. Bəli, Kəmalə xanım, düz deyirsiniz. Orada mən birinci rabitə yaradan elektron dedim, sonra düzəltdim. Rabitə dedim. Və yenə də yolunuz düzdür. Deməli, B-ni tapdım 8. Sonra bu B-ni gətirib qoyuram bax bu burada yerinə. 8 böl A bərabərdir 2, A da bərabərdir 4. İndi belə bir sual verir. Belə bir sual verir. Deyir ki, kalsium karbiddə sigma rabitə ümumi rabitənin neçə faizini təşkil edir? Sigma rabitə, ümumi rabitə neçə faiz təşkil edir? Həmin dəqiqədə mən sigma rabitəmi tapıram. Bu iondur ha, sigma deyil. Sigmam 1-dir. 1-i bölürəm ümumi rabitəmə 1, 2, 3, 4, 5. O da edir 20% dəyərli müəllimlər. Dəyərli müəllimlər, vaxtımız bitdi. Bu və bunun kimi mövzuları, hələ bu biraz sadə idi. Hibridləşmə mövzusunda inşallah vaxt tapdıqda sizə təqdim edəcəm. Dəhşət bir mövzudur. Bu kimi deməli dərslərlə tanış olmaq istəyirsinizsə, dərslərimizə qoşulun və xəbərdar olun. Yeni tipli test, miqi və sertifikasiya səviyyəli testlərimizdən özüm də test tərtib edirəm. İnşallah öz müdavimlərimizə çalışacağım, qrupda da paylaşım. Öz müdavimlərimə də işlədəcəm. Hər birinizə təşəkkür edirəm aktiv iştirak etdiyinizə görə. Dərsimizin videosunu Çox yenidən sağ olun. YouTube'a baxa Neçənci bilərsiniz. günlər olur? Neçənci günləri olur müəllimə? Necə? Üzr istəyirəm. Neçənci günləri olur? Canlı dərsimizin vaxtı dəqiq deyil. Onu mən çalışıram ki, ay ərzində bir dəfə, iki dəfə, yəni dərslərdən vaxt tapdıqca, imkan tapdıqca keçməyə çalışıram. Biraz indi başımız qarışmışdı tətillə əlaqə, amma çalışacağam tez-tez keçək inşallah. Sağ ol. Siz də sağ olun. Dərsimizə Deyirəm yenidən ki, baxa bilərsiniz. Bu arada çox sağ yanvar olun. ayında Təşəkkür. qruplarımıza Göndərərsə baxaram. necə? Mən göndərərsə baxaram. Mən yenə də baxma. Gecikir Qrup qoşuldum. miq və sertifikasiya qrupuna göndərəcəm. Oldu. Sağ ol. Və bu arada onu da deməyi unutdum. Yanvar ayı qrupumuza qeydiyyat davam edir. Sonradan yazılanları həmin qrupa sala bilmirik. Çünki 4-5 mövzu keçəndən sonra həmin müdavimi məcburuq yeni açılan qrupa saxlayaq. Ona görə də əgər qeydiyyatdan keçmək istəsəz, yanvar ayı üçün tələsin deyirəm. Təşəkkür edirəm hər birinizə. Sağ ol. Allaha əmanət olun. Çox sağ olun. Təşəkkürlər. Çox sağ olun. Teşekkür.